Hər bir Azərbaycanlı üçün Şuşa deyiləndə ilk yada düşən Gövhərağa məscididir. Ağdam məscidi kimi Gövhərağa məscidi də işğal illərində əsarətin, Vətən müharibəsi zəfərindən sonra isə qələbənin, azadlığın simvolu oldu. Qəhrəman əsgərlərimiz Şuşa azadlığını Gövhərağa məscidində azan verib namaz qılmaqla qeyd etdilər. La ilahə illallah Əşhədü ən la ilahə illallah 1883-cü ildə Şuşa Yuxarı Gövhərağa məscidinin sadəcə 4-cü inşaatı başa çatdıqda onun divarında Xan qızı Gövhər ağanın gələcək nəsil Azərbaycanlılara ünvanlanmış mesajı, milli kodumuzun şifrəsi sayıla bilən məscid divarında kitabə şəklində həkk olundu. Kitabənin mətninə keçməzdən öncə məscidin adını daşıdığı Gövhər xanımın kimliyinə nəzər salaq. Məmmədəli bəy Baharlının Əhvalat-ı Qarabağ əsərində verdiyi məlumata görə Şuşada məscidlər, mədrəsələr, körpülər, kasıblar üçün xəstəxanalar inşa etdirən, sərvətini bunların saxlanılmasına vəqf etmiş bu qadın Qarabağ xanı İbrahim Xəlil xanın qızı Gövhərnisə bəyimdir. Rəsmi sənədlərə əsasən Gövhərnisə xanım 1790-cı ildə Şuşada Qarabağ xanı İbrahim Xəlil xanın ailəsində dünyaya gəlib. Xan qızı yüksək təhsil almış, ərəb və fars dillərinə mükəmməl şəkildə yiyələnmiş, şərq poeziyası və tarixini yaxşı bilirdi. O həmçinin Qarabağ xanlığının digər ölkə və xanlıqlarla diplomatik münasibətlərinin qurulmasında atasına kömək etmişdi. Xan qızının çoxsaylı xeyriyyə işləri sırasında Şuşanın məşhur ədəbi məclisi, Məclisi Fəramuşanın təşkil olunması, bu məclislərdə iştirak edən ehtiyaclı qələm əhlinə, həmçinin imkansız insanların təhsil almasına yardım göstərməsi də var. Ən əsası bu yardımlar gizli şəkildə edilib. Xeyirxah əməllərinin gizli qalmasını istəyib. Gövhərağanın Azərbaycan mədəniyyəti və ədəbiyyatına ən böyük xidmətlərindən biri də qardaşı qızı Xurşudbanu Natəvanı tərbiyə edib böyütməsi və ona Azərbaycan dilini, şeir və incəsənəti sevdirməsi olmuşdur. Bəzi mənbələrə görə Gövhərağa özü də poeziya vurğunu olub, nəzm əsərləri qələmə alıb və şeir məclislərində iştirak edib. 1883-cü ildə Gövhərağa həyatının şah əsəri olan babası Pənahəli xan tərəfindən əsası qoyulmuş Şuşa Cümə məscidinin sadəcə 4-cü inşaatı və təmirinə başlayır. Bu vaxt onun artıq 93 yaşı var idi. Həyatının qürubunun yaxınlaşdığını hiss edən Gövhərağa, xeyriyyəçilik ənənəsinin davam etdirilməsi üçün yaratdığı vəqfi ilk dəfə olaraq açıqlayır və vəsiyyətinin daş kitabəyə yazılaraq məscidin giriş qapısında vurulmasını tapşırır. Gövhərağanın vəqf etdiyi mülklərinə Şuşa bazarı və Qarabağda 10 kənd, o cümlədən Cavanşir mahalında Maqsudlu və Qaradağlı, Kəbirli mahalında Evoğlu kəndi, Daroğluda mülk və əkin yerləri, Şelli kəndində bağ, Şuşa şəhərində isə 11 dükan və karvansara daxil idi. Kitabədə Gövhərağanın vəsiyyəti əsasında vəqf yerlərindən alınan gəlirin nəyə və hara xərc olunacağı qeyd olunur. Sirləri bilən odur. Gövhəriyyənin 2 məscid və 2 mədrəsəsinin mövqüfatını xərcləyən mütəvəkkillər vəqf gəlirini hər il 3 yerə bölsünlər. 1/3 hissəsini şəri qaydalara əsasən müamilələr vasitəsilə hər 2 məscid və mədrəsə üçün tənxah yığsınlar və bu qaydanı müəyyən müddət davam etdirsinlər. İnşallah məscid və mədrəsələrin təmirinə bütünlüklə kifayət edəcək məbləğ hazır olsun. Beləliklə vəqfin mütəvəkkillərinə gəlirin 1/3 hissəsi ilə məscidlər və mədrəsələrin təmirinə ehtiyacları üçün istifadə etməyi tapşırılır. Həmçinin vəsiyyətdə mütəvəkkillərə yerdə qalan 2 hissəsini hara xərcləyəcəyi dəqiqliklə göstərilir. Gövhərağa vəsiyyətində qalan hissənin xalqın saflığı yolunda dəvəti, mənəvi dəyərlərin qorunub inkişaf etdirilməsi məqsədi ilə xərclənməsi üçün nəzərdə tuturdu və vəqfin bu xərcləri arasında aşağıdakılar qeyd olunur. Mübarək Ramazan ayının əhya gecələrində məscidlərin həyətində iftar süfrəsinin açılması, əhya gecələrində məscidlərdə müşk, ənbər qoxusu verən buxurun yandırılması. Yenə Ramazan ayında məscidlərdə 30 gün Quran oxuyanların haqqının ödənilməsi, Məhərrəm ayının Aşura 10 günlüyündə Seyyid-ü Şühadanın təziyəsinin keçirilməsi, məscidlərdə və heyətlərində şərbət paylanması, Məhərrəm və Ramazan aylarında ehtiyacı olanlara müəyyən miqdarda pul paylanması, Qurban bayramında məscidlərin həyətində qoyun kəsib ehtiyacı olanlara paylanılması, Şaban ayının 15-ci günü qəriblərə və tələbələrə yemək verilməsi.
Vəqfin 3-cü hissəsi insanların təhsil və sağlamlıq ehtiyacları üçün nəzərdə tutulur. Bu məqsədlə kitablar alınır və mədrəsələrin kitabxanasına verilir. Kitabədə həmçinin yazılır: məscidlərin birinin yanında yeri yurdu olmayan qərib xəstələr üçün Darüşşəfa adlı xəstəxana açıb həmin gəlirdən təmin etsinlər və onun xərcləri, müalicə, dərman, pərəstərlərin maaşı və ölənlərin dəfn xərci vəqfnamədə göstərildiyi kimi təmin edilsin. Şuşa məscidində girişin sağ tərəfində Gövhər ağanın tövsiyəsi ilə daha bir daş kitabə üzərinə İmam Cəfər Sadiqdən bir hədis həkk olunub. Kitabədə yazılır: İmam Cəfər Sadiq, Allahın salamı olsun ona, dedi: Üzü qibləyə durduqda dünyanı və orada olanları, yaradılmışları və onların hansı halda olduqlarını unut. Allahdan uzaqlaşdırılan hər bir şeyi qəlbindən boşalt. Daxili aləminlə Allahın əzəmətini dərk et və uca Allahın qarşısında dayandığını xatırla. Beləliklə ibadət evinə daxil olan bu hədisi oxuyarkən dünyanı unudub uca Allahın bəndəsi olduğunu düşünməyə dəvət olunur. Məsciddən çıxarkən isə Gövhər ağanın möhtəşəm xeyriyyə əməllərini əks etdirən kitabələr oxuyaraq dünya işlərində yaradılış məqsədini unutmamağa və bəndəlik işinin ən yaxşısının xalqa xidmət etməyi xatırlamağa təşviq edilir. İnsan yaradılışının əsasında duran bu fəlsəfəni Gövhər ağa öz həyatında tam yaşamışdı. Ailəsindən qalan mirası Allah yolunda, xalqının ehtiyaclarının ödənməsi, maddi və mənəvi inkişafı yolunda sərf etmişdi. Bu fəaliyyətində çox sevdiyi peyğəmbər və onun əhl-i beytindən ilham alan xan qızı Cümə məscidinin son təmirindən 5 il sonra 1888-ci ildə 98 yaşında əbədiyyətə qovuşur və ilk əvvəl Cümə məscidinin həyətində, daha sonra isə vəsiyyətinə əsasən aşiqi olduğu İmam Hüseyn şəhəri Kərbalada dəfn edilir. Onun şaheser olan yuxarı və aşağı Gövhər ağa məscidləri isə 140 ildən çoxdur ki, xalqımızla birlikdə bütün çətinliklərdən, yanğınlar, qırğınlar, işğal və əsarətdən keçir. Nəhayət, şəhidlərimizin qanı ilə azad edilən Azərbaycanlıların müqəddəs simvolu olan bu məscid bu gün də bizə Gövhər ağanın ilham aldığı əbədi xoşbəxtlik mesajını çatdırmaqdadır. Kitabədəki yazının sonunda əks olunan bu mesaj xan qızının keçmişini, kimliyini və əbədiyyətə yönəlmiş niyyətini belə əks edir. Vəsiyyətin müəllifi Xanlar xanı, xoşbəxt İbrahim xan Cavanşirin qızı Vaqifə, Həzrəti Zəhranın kənizi, misilsiz xanım, Sərkər Gövhər ağa, İlahi, haqq hesab günündən möminləri, məni və mənim valideynlərimi bağışla.